Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdü ve sena lillahi rabbil alemin. Vel akibetu li ehli takva vel yakin. Vessalatu vesselamu ala Resulillahi ve emil Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ali beytihi tayyibin tahirin al ma'asumin aleyhimusselam. Ve la'inatu daim ala a'daihim ecma'in. Minəl ən ilə qiyavmi yevmiddin. Artıq Ramazan ayının 15-ci günündəyik. Allah bu günə qədər tutduğumuz orucları, etdiyimiz duaları qəbul eləsin və bizlərə güc, qüvvət versin ki, Ramazan ayının orucunu tamamlayaq. Ramazan ayı gözəl bir aydır, Allahın rəhmət ayıdır, Allahın məğfirət ayıdır. Ramazan ayı elə bir aydır ki, Ramazan ayı insanın mənəviyyatını gözəlləşdirir, insanın əməllərini saflaşdırır. İlahi bir lütfdir ki, bu ayda Allahın rəhmət qapıları bütün insanların üzünə açıq olar. Qəzəb qapıları Allah bu ayda bağlayar. Cənnətin qapıları üzümüzə açıq olar, cəhənnəmin qapıları bağlı olar. İnsan belə bir dəyəri, belə bir fürsəti gərək qiymətləndirsin, dəyərləndirsin ki, bu ayda Allaha çoxlu dualar eləsin. Duaların qəbul olduğu bir aydır. Tövbələrin qəbul olduğu bir aydır. İnsan gərək Allaha dua edib etdiyi günahlardan bağışlanmağını istəsin. Ramazan ayının gözəlliklərindən də biri budur ki, qeyd edir ki, Ramazan ayı insanın batinini saflaşdırır, mənəviyyatını gözəlləşdirir. Ramazan ayının 15-ci günün duasında belə oxuyuruq. Allahümme rzuqni fihi ta'atel xaşiin. İlahi, bu gün məni xuşu halında itaət edənlərin itaəti ilə ruziləndir. Vəşrəh fihi sadri bi inabətil muhbitin. Bi əmənikə yə əmənəl xaşiin. İlahi, bu gün məni təvazökarların tövbəsi ilə sinəmi genişləndir. Əminliyinə and verirəm, ey qorxanlara aman verən Allah. Bugün də biz Allahdan bir neçə gözəl əmələ sahib olmağı istəyirik. Bu əməllər ki, mənəvi bir hal bəxş edir insana. Bu əməllər ki, insanın mənəviyyatı ilə bağlıdır, insanın batini ilə bağlıdır. Biz keçən dualarda da ruzi haqqında danışmışdıq və bugün də dedik ki, ilahi bizə xuşu halında itaət edənlərin itaəti ilə bizi ruziləndir. Ki, ruzinin də bir mənasıdır ki, mənəvi bir haldır. Bugün Allahdan istədiyimiz o gözəl mənəvi hallardan biri xuşudur. Xuşu insanı saflaşdıran bir haldır. Xuşu insanın batinini gözəlləşdirən, insanın əməlini ixlaslı edən bir haldır. Xuşu elə bir haldır ki, yəni onun zahiri bir forması yoxdur. Xuşu batini bir haldır, mənəvi bir haldır. Biz keçən duada da qeyd etdik ki, bəzi əməllərin bir zahiri var. Məsələn, namazın zahiri bir forması var, eyni zamanda batini də var. Amma xuşu əməlinin zahirdə bir halı yoxdur, yəni zahirdə bir forması yoxdur. Xuşu mənəvi, batini bir haldır. Xuşu sözünün mənası boyun əymək, təvazökar olmaq, özünü Allahın qarşısında zəif bilmək, aciz bilmək, ixlaslı olmaq, güc, qüvvət sahibinin Allah olduğunu dərk etməkdir. Yəni bu haldır xuşu. Ona görə də xuşunun bir zahiri formasında göstərmək üçün hansısa bir əməl yoxdur. İnsan öz daxilində, öz batinində xuşunu hiss etdirməlidir. İnsan ibadət edərkən Allahın huzurunda özünü zəif bilməklə, Allahın huzurunda bütün güc, qüvvəti Allaha məxsus olduğunu bilməklə, əməlini ixlaslı yerinə yetirməklə, təvazökar olmaqla, ibadətini gözəl şəkildə yerinə yetirməklə xuşu halını bildirə bilər. Quran-ı Kərimdə müminin xüsusiyyətlərindən, müminin sifətlərindən də biri xuşu halında namaz qılmaqlığıdır. Müminin surəsinin 1-2-ci ayəsində oxuyuruq ki, Qəd əfləhəl müminun. Artıq müminlər nicat tapıblar. Hansı müminlər? Əl-ləzīnə hum fi salatihim xaşiun. O müminlər ki, namazlarını xuşu halında qılırlar. Yəni namazlarında xuşu halında olarlar. Dediyimiz kimi xuşu zahiri bir hal deyil, batini bir haldır. İnsan var, görsən, vacib əməlləri yerinə yetirən zaman zahirdə onu elə aşkar edir. Məsələn, mən filan işi belə gördüm, filan halı belə gördüm. Yəni təkəbbürcəsinə o əməlləri yerinə yetirir.
Əgər bir insan əməllərində riyakarlıq edərsə, təkəbbürlülük göstərərsə, o heç vaxt o xuşu halını əldə edə bilməz. Bu hallar insanı, yəni təkəbbürlü olmaq, məsələn deyir ki, mən filan əməli belə elədim, yəni onu göstərmək üçün riya üzündən yerinə yetirsə, təkəbbürlü üzərinə yerinə yetirsə, o insan xuşu halını əldə edə bilməz. Xuşu halı dediyimiz kimi ibadətdə gözəlliyi, saflığı, mənəvi bir halı. Yəni insan özünü Allahın əmrinin qarşısında itaətkar bilir, müt'i bilir, Allahın qarşısında özünü gücsüz, zəif bilir, Allahın qarşısında özünü aciz bilir. Bu halda ibadətləri yerinə yetirərsə, ixlaslı olar və o xuşu halına sahib olar. Xuşu yəni ibadətin həqiqətini, ağırlığını, ibadətin mənəviyyatını, gözəlliyini dərk etmək. İbadət edirəm nə üçün? İbadət edirəm kimin huzurunda? Mən Allahın huzurunda ibadət edirəm. Elə bir Allah ki, bütün güc, qüvvət sahibi odur. Elə bir Allah ki, bütün əzəmət ona məxsusdur. Elə bir Allah ki, bütün izzət Allahındır. İnsan bu halda ibadətlərini yerinə yetirərsə, o xuşu halını əldə etmiş olur. Bəzən biz də görürük ki, Quran-ı Kərimin bir ayəsinə baxanda Allah Quranın nazil olması haqqında buyurur ki, Həşr surəsi 21-ci ayədə deyir: "Ləv ənzəlnə həzəl Qur'anə ələ cəbəlin rəəytəhu xaşiən mutasaddiən min xəşyətillah və tilkəl əmsalu nadribuha lin-nas la'allahum yetefəkkərun." Allah buyurur ki, ya Muhammed, əgər biz Qur'anı bir dağa nazil etsəydik, sən onu Allahın qorxusundan kiçildiyini, yəni parça-parça olduğunu görərdin. Yəni Allahın qorxusundan, təbii ki, burada Allahın qorxusu deyəndə, yəni Allahın əzəmətinin dərkindən söhbət gedir. Allahın böyüklüyündən söhbət gedir. Allahın gücündən, qüvvətindən söhbət gedir. Yəni sən görərdin ki, Quran Allahın əzəmətindən, Allahın böyüklüyündən qorxu halında paramparça olduğunu görərdin o dağların. Biz bu misalları insanlar üçün çəkirik, bəlkə düşünərlər, təfəkkür alarlar. Yəni biz bu ayəyə baxanda görürük ki, həqiqətən də insan Allahın əzəməti qarşısında özünü aciz bilməlidir. Təkəbbürlü olmaq, yəni özünü böyük bilməkdir. İnsan təkəbbürlü halda ibadətini edərsə, sanki Allahın gücünün qarşısında öz gücünü göstərir. Belə bir halda insan xuşu halını əldə edə bilməz. Xuşu halı qeyd etdik ki, mənəvi bir haldır, qəlbi bir haldır. Yəni insanın qəlbində yer alan mənəvi bir gözəllikdir. Əmir əl-Müminin əleyhissalam buyurur ki, xuşu qəlbdə yerləşən bir şeydir. Yəni insanın qəlbində özünə yer alan bir haldır. Namaz qılanda donmuş kimi heç bir tərəfə baxmamaq və heç nə ilə maraqlamamaq xuşudur. Yəni insan artıq namaz qılanda bütün dünyadan, dünya nemətlərindən, dünya fikirlərindən əl çəkib namazda Allahın huzurunda olduğunu dərk edərək namaz qılarsa, o insan xuşu halını əldə edər. Ki, bayaq da qeyd etdik ki, xuşu halı elə bir haldır ki, yəni insanlar onu bir-birinə təlqin etməklə, məsələn, biri gəlsin, birinə təlqin etsin ki, bu cür elə sən xuşu halını alarsan, yox, insan özü o hala çatmalıdır. İnsan özü onu dərk etməlidir. Yəni, xuşu halına gedən yol insanın qəlbindən keçir. İnsan qəlbi ilə o halı əldə edir. Fərdi bir məsələdir. Necə fərdi bir məsələdir? Dediyimiz kimi, yəni kimsə gəlsin bir insana, təlqin eləsin. Məsələn, bu əməlləri elə, bu əməlləri elə, bu əməlləri elə, sən xuşu halını əldə edərsin. Bu biraz alınan bir haldır. Niyə? Dediyimiz kimi, Əmir əl-Müminin əleyhissalamda buyurur ki, xuşu qəlbi bir haldır, yəni qəlbdə yerləşən bir haldır. İnsan namaz qılarkən deyir, donmuş bir insan kimi, yəni hər şeydən fikrini yayındırıb, artıq kimin huzurunda, kimin dərgahında dayandığını dərk edərək namazını qılarsa, o insan xuşu halını əldə edər. Bir məsələni də deyək, yəni insan xuşu halına çatmaq üçün dediyimiz kimi, xuşu nəyin müqabilindədir? Təkəbbürlü olmağın müqabilində. İnsan təkəbbürlülükdən nə qədər uzaqlaşarsa, yəni ibadətində özünü güclü göstərməzsə, özünü güc sahibinin qarşısında aciz bilərsə, həmin şəxs o zaman xuşu halını əldə edər.
Allaha and verə izzət-i cəlana xatir Allah şeytanın hiləsini bizdən uzaq eləsin, təkəbbürlüyü bizdən uzaq eləsin və bizi xuşu halında ibadət edənlərdən qərar versin və xuşunu bizim qəlbimizə salsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.